Əmirül Müminin Əli ibn Əbi Talib ağamız Nəhcül Bəlağədə buyurur, Əl-furas kəs-səhab, fürsətlər, şanslar bulud təkidir. Bulud bir yerdə qalmır, hərəkət eləyir, amma hərəkət etdiyi hər yerə də kölgə salır. İnsan ömrü o bulud təki hərəkətdədir, amma gərək fürsətdən insan istifadə eləsin. Allah verdiyindən onun yolunda infaq etməyi bacarsın, ehsan etməyi, ən ali mərtəbəsi isar etməyi, özün ehtiyac içində olaraq başqasının ehtiyacını özündən daha ötə bilib ona əl yetirmək, yardım etmək. Bu xüsusiyyətləri Allah Teala Quran-ı Kərimdə müttəqilərin, möminlərin, mühsinlərin sıfatından sayıb. Ona görə möhtərəm cəmaatımız, bu anın şükrünü biz Rəbbimizə edə bilsək xoş halımıza və gecənin bu vaxtında da əgər canın sağlam olmasaydı, yataqda olsaydın, sən durub bura gələ bilməzdin. Amma hələ canın sağlığı ilə yanaşı da bəzən müəyyən işlərdən indi duraram, indi gedərəm, birinci qədir gecəsidə, ikincidə gedərəm, ikidə deyirsən, üçdə gedərəm, amma bir də görürsən heç nəsib olmur, payında, qismətində olmur getmək. Ona görə bu şanslardan, fürsətlərdən faydalanmalıyıq.